17 yıl bundan önce deməli bu evlenir. Evlenen tabii meseledir ki bu Kevin evinde orada sen tabii meseledir ki evlenmeye hakkında imzaya atırsan. Bu imzadan sonra sen olursan ailede bu sana da sual edirlər. Senin bir yerde hayat kurmak istediğin insana da sual edirlər ki sen bu adamla bir ömür yol gitmeye hazırsan. O ise cevabında deyir bəli. Ve tabii meseledir ki sen de bəli diyenden sonra üzükleri paylaşırsınız ve bununla olursunuz siz bir aile. Deməli bakın bu insan özünün isteği olmadan təsəvvür edin, özünün isteği olmadan kiminse isteğine esasen kağıza imza atıp evlenmeye razılık verir. Ve ondan sonra bu evlilikten sonra bu adam 17 yıl ayrılana kadar bu hissi fikirləşir ki ben ömürlük həbsdəyəm ve ben bu kadınla ömrümün sonuna kimi yaşamalıyam. Ve deyir ki bir ilden sonra bir nefer de geldi. Der ki ikinci ili 4 olduk. Yani birinci defa değil iki nefer yatırdık ömürlükte. Sonra o 2 nefer bir ilden sonra 3 nefer oldu. Sonra 4 nefer ve biz 17 yıl 2 ay ne kadar gün bir yerde yaşadık. Yani hapiste. Ve günlerin bir günü amnistiye elan olundu ve ben amnistiye çıktım. Ve ben buradan değil sizin hamınıza məsləhət görürəm ki dostlar istemediğiniz kağıza qol çəkməyin. Təsəvvür edin. Bax mən ona göre dostlar istəyirəm ki bugün biz gençlerle xüsusilə bundan danışaq. Bugün Azərbaycanda ümumiyyətlə təkcə Azərbaycanda yox bu yəqin ki ölkələrin çoxunda əsasən də azad olmayan ölkələrdə məsələn yani bu problem çok dehşetli bir problem kimi durur. Ona göre ki mesela der ki bizim her birimiz kimdense sevişirik, kimisə sevirik. Evlenme meselesi gelende yani evden falandan məsləhət o yan bir yan ya bizden ya o taraftan ya bu taraftan kimse razı olmur bizim evlenmeyimize veya da başkasıyla evlenmeye. Bak bu onda temiz faciye çevrilir. Ve o nöqteyi nəzərdən yani bu insanın dediği mesela ki bəs mən 17 ildən sonra birdən-birə amnistiya elan olundu. Ömürlük həbsdə bilirsiniz ki orada amnistiya yoktu. Ve mən düzünü deyim ki insanın faciəsini insanın özündən gözəl heç kim dərk edə bilməz dostlar. Ama bizde çok təəssüflər olsun ki mental değerler, bizim adet ənənələrimiz falan bəzən belə olur ki biz istemediğimiz şekilde istemediğimiz adamla bir ömür yaşamalı oluruq. Ve en dəhşətlisi de budur ki yaşamalı oluruq ve sonra bizim dünyaya gelen evlatlarımızı hemen səhv eləməyə məcbur edirik. Yani hemen bizim yaşadığımız ömrü bunun yaşamasına vadar edirik. Vadar edirik ki o da belə bir ömür yaşasın. Fikirləşirsən ki mən yaşamışam ne olub ki? Yani her şeyim olub məhəbbətdən, sevgiden başka. Təsəvvür edin. Yani bu inanın mənə en büyük faciədir ve bugün yani bu Sovetlərin vaxtında indi bu gəncin dediği kimi ki yani ki mən ömürlük həbsə məhkum olunmuşdum. Bu nöqtədən baxanda deyək ki Sovetlərin vaxtında bu hardasa qəbul olunan idi. Məsələn deyək ki bizim ata-babalarımız təbii məsələdir ki sevmirdilər bir-birlərini ancaq eləsi olub ki toydan sonra deyək ki öz evlendiği adamın üzünü ilk dəfə görüb ve sonradan da məhəbbət sonradan da gələ bilər. Yəni insanın insanlığı, yəni bunlar hamısı yenə deyirəm mental dəyərlərlə bağlıdır ve indi dövr tamam başqadır. İndi bugün ona göre məhz bugün ona göre dostlar Azərbaycanda evlenmeler artık ayrılmalarla evlenmeler arasında o kadar da büyük fərq yoxdur. Məsələn, deyək ki, Sovetlərin vaxtında ayrılma 5% idisə, indi 50'nin 50 olub. Yəni o nöqteyi nəzərdən
bu məsələlər çox qəriz məsələlərdir. Məsələn, mənim bir deyək ki, tələbə yoldaşım var idi. Günlərin bir günü məsələn bu mənə zəng elədi ki, sən biz həm də yaxın dost gediş gəlişimiz var idi. Mənə zəng elədi ki, bəlkə sən mənim qızımla danışasan. Dedim, axı mən onunla nə danışım? Dedi ki, bəs belə-belə də bu gəncdir, biraz müəyyən məsələlərdə anlamır bəzi şeyləri, bəlkə sən onu başa salasan. Düzünü deyim ki, mən onda həmən bu dostumun qızından görüşdüm, söhbət elədim, müəyyən fikirlərini öyrəndim, gördüm, gözəl bir gəncdir, gözəl fikirləri falanları var. Yəni inanın buna qarşı çıxmaq, amma mən onun deyək ki, anasını da mənim tələbə yoldaşımı da gözəl tanıyırdım və bilirdim ki, bu gençlikdə hələ biz tələbə olanda bir nəfər sevirdi. O da bunu qarşılıqlı sevirdilər və institutu qutaranda məlum oldu ki, bunlar evlənmirlər. Və evlənmədilər, təbii məsələdir, oğlan başqa qızı aldı, bu da başqa oğlana ərə getdi və indi bu evlilikdən hardasa 38 il keçib dostlar. Və 38 il keçib artıq bu qızın da hardasa təsəvvür edin, hardasa deməli 35-36 yaşının içində təsəvvür edin. Və o söhbətdən də bizim onunla olan söhbətimizdən də hardasa 17 il keçib. Baxın, bu adam ömrü boyu yatıb bir başqasıyla, bir başqası haqqında fikirləşib. Və o birisi, bunu sevən oğlan da dünyasını dəyişib. Azərbaycanda dəyişməyib. Təbii məsələdir ki, o Azərbaycanda evləndi. Sonra elə oldu ki, evlilikdən, yəni evləndiyi qadınla təbii məsələdir, bir-birlərini sevmədiklərinə görə ayrıldı. Sonra bu çıxdı Rusiyaya getdi. Və mən bu günlərdə eşitdim ki, o dünyasını dəyişib, onu elə Rusiyada, o dünyasını dəyişdiyi şəhərdə də dəfn ediblər. Ona görə ki, gedib orada Rusla evlənib. Rusdan da bunun 2 qızı olub və onlar bunu qoyub gəlməyə, getməyə qoymayıblar. Və elə həmən o öldüyü şəhərdə dəfn olunub. Yəni o nöqteyi nəzərdən bugün bizdə məhz bu problem, yəni təsəvvür edin, deyək ki, özü sevdiyi adama getmədiyi üçün öz uşağını bu kasıbdır və yaxud da bu imkanı yoxdur və yaxud da bu başqa bir uzaq bir yerdə yaşayır, ona qız vermək olmaz. Yəni bu problemlərlə biz evlatlarımız beləcə bədbəxt edirik. Yəni mən o nöqteyi nəzərdən deyirəm dostlar, biz imkan verməməliyik. Mən xüsusilə də gənclərin özündən, ona görə bugündən biz fəaliyyətə başlamışıq dostlar. Yəqin ki, mən həftənin 4 günü hər gün səhər-səhər bax elə bu vaxtlarda canlı efirə çıxacam sizlə bir yerdə bu məsələləri müzakirə edərik. Kimin sualı var verə bilər və mən o sualları bir təcrübəli adam kimi, yəni böyük bir həyat yolu keçmiş bir insan kimi müəyyən mənada işıqlandıra bilərəm. Təbii məsələdir ki, əgər sizin üçün yararlı olarsa məsləhətlərim istifadə edə bilərsiniz. Yararsız da olarsa boş bir şey kimi atarsınız bir kənara. Yəni əgər istəsəz. Yəni bu təbii məsələdir ki, bu məcburi deyil. Sadəcə olaraq biz baxın, bugün müəyyən mənada görürsünüz bizim ölkəmizdə diktatura hökm sürür. Bilirsiniz niyə? Yəni ölkədə insanların, bu onun göstəricisidir ki, ölkədə insanların 90% xoşbəxt deyil. Yəni onlar ailədə xoşbəxt olmuş olsaydılar və bugün bir diktatorun, bir şərəfsizin gəlib məhz onların yaşayışına mane olmaq istəsəydi, onlar birləşə ayağa durar, o diktatora imkan verməzdilər. Təsəvvür edin, amma yoxdur bugün bu. Bilirsiniz niyə? Ona görə ki, məhəbbətin, sevginin olmamasından. İnsanlar bir yerdə yaşayırlar, özlərini elə aparırlar ki, xoşbəxtdirlər, amma xoşbəxt deyirlər. Təsəvvür edin,
bir insanın istemediği adamla eyni çarpayda yatmasının ne kadar dəhşətli olduğunu yəqin ki bütün yaşlı adamların hamısı bilir. Yani o nöqteyi nəzərdən mən istədim bununla bağlı bir grup yaradaq və bu grupda bu məsələləri qaldıraq. Məsələn, baş vermiş hadisələrdən gördüyüm də ki, bu 65 yaşım var mənim, 65 illik bir ömürdə başıma gələn və yaxud da ətrafımda baş verən hadisələrdən mən sizə danışa bilərəm. Müəyyən mənada məsləhətlər, əgər qulaq asmaq istəsəniz, qulaq asmaq istəməsəniz də özünüz bilərsiniz. Deməli, bizim bir dostumuz vardı o vaxt. Təsəvvür edin. Bu, mənə o vaxt bir hadisə danışmışdı. Və mən uzun illərdir bu mənim içimdə düzünü həmişə təcrübə eləmişəm. Deməli, bir qız, bir oğlanla nişanlanırlar bunlar. Yəni, eyni kənddən nişanlanırlar və ikisi də Bakıda oxuyur. Və hərəsi bir təbii məsələdir ki, kirayədə yaşayırlar. Biri başqa bir yerdə öz rəfiqəsi ilə, o birisi də başqa bir yerdə öz rəfiqəsi, öz dostundan və yaxud da öz tələbə yoldaşından yaşayır. Və bunların arasında baş verən hadisələr. Yəni, mən indi onu danışmaq istəmirəm. Ona görə ki, bizim dinləyicilərimizin sayı çox azdır. Yəni, təbii məsələdir. Mən bunu təbii qəbul edirəm və təbii ki, ilk verilişdir, ilk görüşdür. Yəni, bu klubun ərsəyə gəlməsi üçün yəqin ki, çox vaxtımız gedəcək və Allahın köməkliyi ilə təbii məsələdir ki, vaxt olacaq ki, biz sizinlə bir yerdə oturub açıq, səmimi şəkildə bütün Azərbaycanda, ölkəmizdə bugün baş verən hadisələrin nədən belə şərəfsiz bir yol aldığını dərk edəcəyik. Allahın köməkliyi ilə.